Hansı məscidlər qəbul olunur? O məscidlər Quran buyurur ki, qəbul olunur ki, orada Allahın zikri olunur, Allah xatırlanır. İlahi hökmlər deyilə, şəriət deyilə. Yuzkaru fiha ismuhu. Allahın adı zikr olunur. Məscid-i zirarlar yox, Quran buyurur. Düşmən məscidin qapısından, minarəsindən, dərdivarından, qapı bacasından qorxmur. Düşmən məscidin içindən qorxur ki, insanlar, müsəlmanlar məscidlərdə ayılırlar. İlahi qanunlarla tanış olurlar, Allah xatırlanır və müsəlmanlar ayılır. Düşmən heç vaxt istəmir müsəlmanlar ayılsın. İstəyirlər qəflətə düşsünlər, yatsınlar və yatmış milləti idarə eləmək çox rahatdır. Məscidə gedirlər, baxır hansı məscidlərə də. O məscidlər ki, orada xutbələrdə müsəlmanlar ayılır. Belə məscidlərdən onlar mübarizə apararlar. Əksi nədir? O məscidlər ki, müsəlmanlar ora gedib gəlsələr də, dolsa da millət ora, dəfələrlə aylar, illər xutbələr olsa da, müsəlmanlar ayılmır, hələ yatızdırılır. Düşmənin belə məscidlərdən heç bir şey yoxdur, əksinə. Belə məscidlər tikərlər, verərlər, təmir eləyərlər, büdcə ayırarlar ora. Deyərlər ki, elə bax, belə məscidlər olsun.